Dekabrın 8-i Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında araşdırmaçı jurnalist Xədicə İsmayılın azad edilməsi tələbi ilə aksiya keçirilib. Təşkilatçı, Amerikalı fotojurnalist Amanda Rifkin məqsədlərinin Azərbaycan hökumətindən saxta ittihamla həbs edilən Xədicə İsmayılın dərhal azadlığa buraxılmasını tələb etmək olduğunu deyib. Vaşinqtonda havanın soyuq olmasına baxmayaraq, Azərbaycan səfirliyinin qarşısına toplaşan Amerikalılar və Azərbaycanlılara Xədicə İsmayılın posterləri paylanıb və onun gördüyü işlər barədə qısa fikir mübadiləsi aparılıb. Jurnalistlərin beynəlxalq mərkəzindən Patrick Butler, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın bütün dünya üçün yüksək keyfiyyətlərə malik jurnalist olduğunu deyib. Xədicə bizimlə mütəşəkkil cinayət və korrupsiya araşdırmaları layihəsində çalışırdı. Biz onun özünü və işini dəstəkləyirik. Eləcə də Əliyev hökumətini onu dərhal azad etməyə çağırırıq. Çünki onun saxlanmasını ədalətsiz hesab edirik. Əllərində mətbuat azadlığına hörmət edin. Jurnalistləri təhqir etməyin şüarları yazılmış plakatlar qaldıran iştirakçılar daha sonra Azərbaycan hökumətini Xədicə İsmayılı azad etməyə çağıran posterlərə imza ataraq dəstəklərini ifadə ediblər. Aksiyanın sonunda imzalı dəstək posterləri Azərbaycan səfirliyinə təqdim edilib. Təşkilatçı Amanda Rifkin Amerikanın səsinə bildirib ki, Xədicə İsmayıl postsovet məkanında ucalan nadir səslərdəndir. Onun araşdırmaları zənginliyinə görə ən nadir işlərdəndir. Mən özüm şəxsən ondan bu sahədə çox şey öyrənmişəm. Bu da aşkardır ki, o gördüyü bu işlərə görə həbs edilib. Ona görə mən Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırıram. Bilirəm ki, Xədicə özü burada olsaydı deyərdi ki, diqqəti mənə yox, Azərbaycandakı bütün siyasi məhbuslara yönəl. Təəssüf ki, hazırda onun səsinin qarşısını alıblar. Fikrimcə Azərbaycan hökuməti onun bütün dünyada dəstəklənən səsinə ciddi məhəl qoymayıb, deyə Amanda Rifkin bildirib. İştirakçı Orxan Böyükzadə isə Xədicə İsmayılla yanaşı bütün digər siyasi məhbuslara azadlıq tələbi ilə buraya gəldiyini deyir. Azərbaycan səfirliyinin qarşısında ilk olaraq Xədicə İsmayılın son həbsi ilə bağlı etirazımızı bildirmək üçün, həmçinin ümumilikdə Azərbaycanda vətəndaş cəmiyyətinə, demokratik qüvvələrə qarşı olan təzyiqlərə etirazımızı bildirmək üçün və mənim üzvüm olduğum Respublikaçı Alternativ Hərəkatının, Real Hərəkatının rəhbəri İlqar Məmmədova görə, həmçinin Nida Vətəndaş Hərəkatının rəhbəri Rəşad Həsənova və digər üzvlərinə görə mən bugün etirazımı bildirirəm Azərbaycan hökumətinə və tələb edirəm ki, onlar tez bir zamanda və qəti şəkildə azad olunsun. Xanım Rifkin bu aksiya ilə dünya ictimaiyyətinə də mesaj çatdırmaq istədiklərini bildirir. Dünya ictimaiyyətinə mesajım odur ki, postsovet məkanında mətbuat azadlığı daralır və orada vacib araşdırmaçı səs kimi Xədicənin səsi eşidilməlidir. Bunun üçün də Xədicə başda olmaqla bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır, deyə xanım Rifkin Amerikanın səsinə açıqlamasında deyib. Xatırladaq ki, Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdürü Əli Həsənov Xədicə İsmayılın konkret cinayət əməlində şübhəli bilindiyini və məhkəmənin qərarı ilə həbs olunduğunu deyib. Beynəlxalq İnsan Haqları Təşkilatları isə Xədicə İsmayılın siyasi motivlərlə həbs edildiyini bildirərək onun dərhal azad edilməsinə çağırır. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi.